Videomuz başlayır indi. Belə videolar istəyirsinizsə, bizim belə canlı danışmamızı istəyirsinizsə, ora takib atın və bizim kanalımıza abunə olun, like qoyun və kanalımız hamının qabağına çıxsın, biz də həvəslənək. Bir kommentariya nəsə yazın. Yazın. Kommentariya mütləq xahiş edirəm, yazın. Şo, başlayırıq. Başlayırıq. Qəşəng. Salam, necəsən? Olsun, yox, heç bir. Nasıl çəkilin qırağdan? Çəkil, sərf çəkil. Salam aleykum qardaşlar. Kaksikdə meydan restorandayıq. Əli də dostumuz buradadır. Hamını salamlayıram. Hardan meydandan? Nəyə görə? Çünki Həcci meydandadır da. Onlar da şablon sözlərdir. Nəsə yenilik zad eləmir. Yenilik. Hə. Yenilik. Hə. Mən sizi çox sevirəm. Hoppa. Bu da yenilik. Sevgi, məhəbbət. Bəli. Həci də gəldi, Həci. Rusiyadan baxanlar, başqa ölkələrdən baxanlar, Azərbaycandan baxanlara nə deyə bilərsən? Allah hamımızın canını sayırsın, Allah hamımızı əziz eləsin, qorusun, inşallah. Kommentariyaları oxuyuram, adamlara priyatlı da, deyirlər, malatçı, sonra qardaşlar yaxşıdır. Öpürəm sizi, qardaş, ürəyimiz. Seviyorlar sən. Biz də sizi seviyoruz. Yəqin mən. İndi bilmişlər orada qadidir ki, Lülə deyir, Porsda niyə ki qısaqdır? Mən də 3 nəfərik. Lülə Porsda niyə 2 dənədir? Yaxşı sualdır. Əslində neçədən olmalıdır? 2 dənə vermişik də bizəmişim. Həmişə. Amma mənim yadımdadılar 90-cı illərin ortası, axırı, yəni 3 dənə idi, yox? Mən nə bilim, əvvəldən bəziləri 2 dənə verib, bəziləri 3 dənə verib. Amma yəqin o ekonomika devalvasiyası, qiymət qalxdı, cırt-pırt, hə? Ona görə də qramajı da azaldı yəqin ki. 7.50-yə bu cür lülə, Quranan olsun. Yəni o lülənin mayası bizə başlayışdı 5.80-də, 5.90-a. Vaxt var idi, quzunun kilosu 11 manat idi. 2017-də, 2017-ci ildə 12 manat idi, yaxşı quzuna. Normal quzunun 10 manat 50 qəpiyyə 10 manat. İndi neçə alırsan quzunu? 22 manat. 22 manata. Görün nə qədər fərq olur. Maaşlar da belə baxanda az-maz qalxır da, yəni. Yəni o vaxt 500-600 manat alan indi alar 700-800 manat. Bütün dünyada belədir yəqin ki. Nə? Mənə danışın da. Heç nə də, yəni bu qiymət söhbəti. Hə, qiymət söhbəti, hə, biraz çətindir, hə. Mənim qardaşım Avropadadır, deyir orada da qiymətlər qalxır. Çox qalxır. İndi biz də istəyirik menüdə dəyişikliklər eləyək. Da Qiymətdən salaq aşağı. Biz Avropa deyilik, Azərbaycan. hoppa. Həcci görəndə atlet verdi. Həci jest eləyir uşaqlar. Bizim millətimiz, ölkəmiz həmişə qabaqda olmalıdır. Bu yaxşı söhbət. Sadəcə olaraq qabaqda olsun inşallah. Qabaqda olsun. Amma sən də daha düşünürsün də hər gün. Birlik olsun da. Bəli, Mən bilirəm. inanıram ki, haçansa mənə keçəcək edəcək dövlət, ya vergidə, ya nə desə ki, mən bu cür qiymətlərlə işləyirəm. Mən Bəli. ona ümid edirəm. İnşallah, inşallah. Görək də görək. Orta statistik qiymətlər var da bu restoranlar arasında. Hamı bilir onu hökumət. İndi bu video ancaq YouTube-da paylaşıram. YouTube-a da indi bəzi belə ekskluziv adamlar baxır. Kulturlu, mədəni insanlar baxır. TikTok zat deyil də. TikTokda da var mədəni adamlar. Prosta daha çox etibarı daha yəni aralarında belə faiz непонятный kateqoriya var da bilinmir. Nədir? Hə, indi yəqin ki eşidərlər də səhəcə. Amma belə deyim də bizim yəni bu işə gəlməyimizin ilki TikTok oldu da Tofiq. O heç, auditoriya öyrəşib Ha. TikTok'a o heç. Auditoriya öyrəşirəm. Prosta kontingent yəqin söhbəti var da. Kontingent Həm də söhbəti. uşaq çoxdur TikTok'da. Gəlirlər, söyürlər belə, непонятно. Xüsus da o da mən özümüzdən götürəm. Bəs sənin də uşağın var, mənim də evladım var. Allah bütün evladları sağlıqlı biz saxlasın. qoymuruq Allah. Bizdə yoxdur. Məsələn, Biz telefon qoymuruq. ancaq uzaq başı nəsə YouTube-a baxa bilərlər, hansı musikasına baxa Biz bilərlər. qoymuruq. Başqa valideynlər qoyuruq. Qoyur, fikir vermir. Fikir verin. Ya da deyir, bəs də ona baxdın, İfşa, hə. ifşa. Hə, o biraz pisdir də. Vəsə, yaxşı da biz alıb nə tema, belə şənli bir şey də Şənlik həmişə lazımdır, restorana getmək lazımdır. Qardaş, Əli bayaq- meydana getmək lazımdır. Allah qulaq getdi, uspa. Qulağın var sən? Əli bayaqdan deyir ki, Həciyə, acam. Həci də onun üçün qəşəng yemək bişirir. Hanı gəldi? Gəldi və yəni deyirəm, yəni bişirir. Hə, sevinmişdim. Heç bir şey, onu gözləyirik. O video bir də sənin xalozumuzu da göstərir. Göstər. Hamısı sveji.
Yəni Hə, kim ya? Hə. Sveji. yuxudan Sveji həci. durduğun Sveji həci. Bəli. Olar görsən. Bu qardaşlar burada hər gün olur. Hər gün olur, hər gün. Hər gün görmürəm axı burada. Həcə, niyə yalan fırladırsan məni? Hə, Şey eləmiş hə. ki, biraz tezdən Hə, çağır. prizisdə ona görə. Hə. Tofi, Nə? tanıyırsan? Baba. Tağı. Tağı. Antrikota var bir dənə. Və yaxından çək. Belə kebabları yemək üçün meydan restoranda Bəsdir də həcədə. sizin yolunuzu görsün. Kebab hər yerdə var. Nəsə ekskluziv bir şey göstər. Ay, Söz, müştərinin kebabı soyudu. ekskluzivlər bizdə, Tofi. Harda? Meydanda. Onları göstərmək lazımdır. Çıxanda göstərəcək də Tofi. Ay. Hə, qardaşlar, indi mən rəyləri oxuyacağam. Aha. Siz də ona fikir bildirəcəksiniz. Hə. Deməli, mənə deyən atası sifət mırıqdır. Hə, O mətinsin. hə, mətinə deyiblər. Salam əziz qardaşlar, Allah razı olsun. Çox maraqlıdır. Rusiyadan sizləri izləyirik. Allah ruzunu bol eləsin. Yaşasın Həcin komandası. Elnur Dünyamaliyev. Çox sağ ol. Çox sağ Allah ol. razı Sağ ol səni. Великий уравнитель yazıb. Других блюд нет что ли? Ay Həcı. Yəni demək istəyir yeməklərin eyni şeydir də. Yəni başqa şey yoxdur. Olacaq, olacaq. Şurada yes Allah bərəkət versin. İnşallah. Ha? Amma olacaq yeni yeməklər də olacaq. Hə. Burada biri yazıb. Bu ərəbcə nə deməkdir? Allah deməkdir, bilmirəm. Yəni belə görsənir ki, dini adamdır da. Buna baxın. Uşaqlara gör nə öyrədirlər. Biabırçılıqdır həqiqətən. Uşaqlarınıza imana, əxlaqa, ibadəti öyrədin. Belə düşüklüyü yox. Mentalitetimiz, dəyərlərimiz, əxlaq yaşayırsınız. Hər şey pozulub. Özünü başa düşən uşaqlar baxır bunlar kimi maymalaqlar ağılsız örnək götürürlər. Həqiqətən də biabırçılıqdır. Həzr deyirsən, sonra mən deyirəm. Mən o sözü deyə bilərəm ki, sən heç bir kəs ixtiyar verməyib ki, kiminsə uşağına maymaq ya bir şey. Bu ailə bir sən bir dənə toy. Hələ dini adam da. Hə, yo dini. Bu cavab verdən sual verirsən, özün imkan vermirsən, onda öz fikrindən. Dəqiq də baxın mən. Bax, işimizə qarışa bilərsən, yeməyimiz yaxşıdır, yaxşıdır. Özümüzə qarışa bilərsən, amma bizim ailəmizin içinə girib qarışmaq heç kəsin başı içində deyil də. Sən öz həyatını yaşayırsan, mən öz həyatımı yaşayıram. Mən heç bilmirəm sənin ailənin içində nə var, nə yox. Sən Allah canını sayırsın, sən ibadət əhlisən, yəni namaz qılırsan, ibadət edirsən. O deyil ki, kiməsə muz qoymalısan, nə etməlisən. Yəni bizim indi qardaşlarımızın sənətidir ki, ata oğlun sənətin gedər. Qardaşımız blogerlik edir, atasından görüb bunu, bu uşaq da buna həvəsi var. Sabah gələcəkdə 3 ildən sonra həvəsi olacaq mühəndisliyə, mühəndislik oxuyacaq. Bütün dünyada aktyorluq var, yəni bu davay indi sən. Mən nə demək istəyirəm? Gözəl qardaşım, ibadətdən, imandan danışdı, amma hər ibadət eləyən, hər namaz qılan, yəni düz yolda getmir. İmam Hüseynin başını kəsən gündə 5 dəfə namaz qılan adamlar idi. Təmiz. Səhv demirəm ki, asıl bir tarixlə götürək. Onun üçün də Peyğəmbər nəvəsinin başı kəsildi və Peyğəmbərin nəslini qırıblar o namaz qılanlar. Yəni ibadət deyil, əsas niyyətdir. Namaz qılmamışdan qabaq niyyət edirsən, dəstəmaz alasan. Niyyət edirsən, hər bir şey niyyət edirsən. Sənin niyyətin təmiz olsun. Bizim niyyətimiz nədir? Evladımıza pis yol yox, kimisə balasına pis yol yox. Bizim işimiz budur. Çörəkli üçün çıxmışıq qardaşım. Bizim tərbiyəmiz də yaxşıdır, yerindədir, əxlaqımız da yerindədir. Sən dedin, o milli mentalitet dediyin, o milli mentalitet tək mənim evimdə olan milli mentalitet sənin də inşallah evində olsun. Allah sənə ən gözəl şeyləri nəsib eləsin. Əsas niyyətin təmiz olsun həmişə qardaşım. Bir də onu demək istəyirəm, heç bir insanın, yəni mömin qardaşlara aiddir. Sırf olaraq da müsəlmanlar üçün Allah deyir ki, Allah müsəlmanlara bəzi halda deyir, ey müsəlmanlar. Yəni başqalarını demirəm, müsəlman deyiləndə də müsəlman kəlməsi içində Allah Quran bəzi ayələrində müsəlmanlar kimlərdir deyə müraciət edib də, yəni müsəlman bu şəxslər ola bilər. Və ondan sonra o şəxs müsəlman olduqda, yəni bizim ibadətimiz, zadımız hər birisi yerində olsa biz müsəlman oluruq. Allah hələ o barədə deyir, ey müsəlmanlar, yəni bəşər Adəm demir, müsəlmanlar. Bəli. O müsəlman bir-birimizin haqqını yeməyin, bir-birimizin yəni pis cəhətlərini üzünüzə vurmayın. Yəni belə bir
mən məcaz ayəni tam deyə bilməsəm də belə bir şeydə Lordidə başa fikrimi çatdıram ki, bir-birinin ayıbı ilə bir-birinə yaxınlaşmayın. Bəli. Bu insanın yaxşı əməlini tapın, onu ilə yaxınlaşın insan. Bəli. Allah səni qorusun qardaş. Mən vallahi Silə düş ya, bu getdi üzrüsün, hə. Yarım saat danışdıq. Hə. Yaxşı ki, həci var, yoxsa sən acından ölərsən, o heç Əliyaz var. Qardaşım da, bəs qardaş yemək bilir də başında. Heç kəs acından ölməz, hamı. Aha, bir qarın çörəklə heç kəs acından ölmür. Əli bizim qardaşımızdır, fərqi yox. Yemək olmasa diyetə saxlayıram. Hə. Tofiq oxuya bilirsən inşallah. Deyən. Kommentariya axtarır. Orada 4-5 dənə deyəcəm. Yo, çoxsu yaxşı yazır, Niyabıçla axtarıram. Hə, niyə bu işlə? Qardaşım bir yazıb, sahibkarların bugün üçün ümumi işlətdiyi sözdür, vəziyyət yaxşı deyil, sıxıntı var, pul qazanmaq daha getdi. Bəli, 10 il bundan öncə aya 10 min, 15 min manat qazanırdı. Xərclər də belə deyildi, indi düşüb 5 minə, 7 minə manata. Xərclər də çox, ona görə də belə danışırlar. Şükürlər olsun hamıya. Bu prosto fikrini yazıb. Ümumi vəziyyətdən deyib, qardaş sağ olsun ki, o fikrini deyib, yazıb sağ olsun. Amma bilsən nətədir, o kaçeli də düşür qalxır, ruhdan düşmək olmamalıdır. Bir şey xahiş edim, siz hansı duzdan istifadə edirsiniz? Biz hansı duzdan istifadə edirik? Biz ən çox Naxçıvan duzundan istifadə edirik. Sonra da belə süfrəyə də qoyduğumuz duz. Göstərən bir də, ona baxırdım. Çötürmalı, hə. Yox, duzun özünü göstərməksən, bütöv. Hə, bütöv, hə. O nə eləyirsən, ağın üstünə ağ eləyir. İdiot. Он не виноват, что он тупой. Ну у тебя нет права его толкать! Он не виноват, что тупой! Belə duz işlədirik biz. Ha, bu şeydir də, bunun adı var. Hansı ölkə adı gəlir? Deyən. Okean duzu deyirlər. Yox, başını düzdür, ayağa tuşudur. Okean yox. İstiot da belə Malaziyadır. Nədir? Belə interesli adı var. Salus nə bitəla. Хаджи очень приятный мужчина, дай Бог ему здоровья и процветания в бизнесе. Но в последнее время Али очень плохо делает рекламу. Прямо как для пятилетних детей. Прошу, пожалуйста, это учесть и немного поменять формат. И что это значит? Для мужчин или для семьи? А женщинам что, нельзя? Процветание вам. Короче, demək istəyir ki, formatı biraz dəyişmək lazımdır. Uşaq videolar çəkmək. Çox şadıq ki, valla bizə belə təkliflərlə yaxınlaşırlar. Təşəkkür edirəm, çox sağ olsun fikrinə görə. Sağ olsun, yazıb, mən minnətdaram. Onun fikrinə də hörmətlə yanaşıram. Rus dilində cavab verməyəcəm, Azərbaycan da deyəcəm ki, bizim yanımızda uşaqlarla biz videolar çəkdiyimizə görə mən də məcburam onlarla eyni yaş kimi göstərim özümü. Çünki uyğunlaşmaq lazımdır. Amma məsələn əvvəllər videolar olurdu ki, uşaqlar şillə vurur mənə, nəsə başqa söhbətlər olur ki, böyük kimi də. Onu insanlar qəbul etmədilər ki, uşaq nədir, atasına şillə atdı nədir, o yüz bu yüz. Onun üçün indi biraz dəyişmişik, biraz belə də. O videoda ata baloja seçilmirdi. O videoda üstünüzədir. Uşaq da aktyor olur, ata da aktyor olur. Tofiq yeməyi mən demişdim, sən niyə basıb yeyirsən? Deməli qardaşlar, burada belə bir yemək gəldi. Həcir bizi uqaşət eləyir. Toyuq, kartuşka. Əli udub. Əli udub, hə, orada bir dənə TikTokda canlı atmışdı. söhbət var idi. Hə, like-a görə əli getdi qabağa. Hə, Xalodna da gəldi, bu da min şükür. Çörəyi də. Şö, biz yeməyimizi yeyək qardaşlar. Hə. Videoya like qoymaq ürəyi istəsə qoyun. Ürəyi istəməsə Onsuz da siz qoymayın. ürəyimizsiz. Hamımız ürəyimizsiz. Belə videolar istəyirsinizsə yazın kommentariyada çəkək. Və hansı söhbətləri eləyək onu da yazın. Nələr danışaq? Həri. Bir dənə belə reski pavarot. Tematika. Şö. Sağ ol. Sağ olun. Sağ ol, brat. Sağ ol qardaş.